Baxıram 51-ci suala. E radiusu çevrə hipotenuza cəlon düz bucaqlı üçbucağın daxilinə çəkilmişdir. 2RC 13 ədədlər ədəd sistemlərinə gətirir. Yazıram 2RC və 13 ədədləri ədədi sistemlərinə gətirir. Baxaq, ədədi sistemlərinə gətirirsə onda R bərabərdir 2 plus C bölü 2-yə. Buradan da 2R bərabərdir 2 plus C-yə. Və eyni qaydada C bərabərdir R plus 13 bölü 2'ye. Buradan da 2C bərabərdir R plus 13'e. Bunun altından digərini yazıram. 2R bərabərdir 2 plus C'ye. Bunları sistemə alıram. Və buradan olur ki 2C çıx R bərabərdir 13. 2R çıx C bərabərdir 2. Bunu 2'ye vuraq. Alt-alta toplayaq. Bu zaman olacaq. 2C çıx R bərabərdir 13 və 4R çıx 2C bərabərdir 4-ə. Alt-alta toplasaq. 2C'lər gedir. 3R bərabərdir 17-yə. 17-yə R də bərabərdir 17 bölü 3-ə. R'i tapdıq. İndi R'i gətirək yerinə yazaq. Birində C'ni tapaq. Bunları silirəm elə. Bu hissəyə ehtiyac yoxdur. Birincidə də yerinə yazıb C'ni tapaq. Bura qədər sildim. Deməli, R'i tapdıq 17 bölü 3. R'imiz bərabərdir 17 bölü 3'ə. Gətirib yazıram 17 bölü 3 bərabərdir 2 plus C bölü 2. 34 bərabərdir 2, 6 plus 3C. Buradan da 3C bərabərdir 28'ə. C də bərabərdir 28 bölü 3. Deməli, C'miz də oldu 28 bölü 3. Bizə deyək ki, üçbucağın perimetrini tapın. Və R radiusu çevrə hipotenuza cəlon düzbucaqlının daxilinə çəkib, sonra R bərabərdir A üstəgəl B minus C bölü 2. Bundan istifadə edək. 2R bərabərdir A üstəgəl B çıx C. Buradan da A plus B cəmini taparıq. 2 vurulsun R'in yerinə yazıram. 17 bölü 3 bərabərdir A üstəgəl B çıx C'ni də yerinə yazaq 28 bölü 3. Buradan da A plus B'ni tapsaq. Olacaq 3'də 34 plus 28. Bu da eləyir 3'də 62. 3'də 62 oldu. Və perimetrdə tapsam P bərabərdir A üstəgəl B üstəgəl C. O da bərabərdir A üstəgəl B 3'də 62 plus C'miz də bizim 3'də 28. Bu da verir bizə 3'də 90, yəni 30. Baxıram 53-cü suala. Deyir ki, hipotenuza 17-dən düzbucaqlı üçbucağın A, B, C düzbucaqlı üçbucağın bir dənə BH hündürlüyü çəkilib. Baxaq, BH hündürlüyü çəkilib. Və bizə deyir ki, bu hündürlüyü onu 2 dənə düzbucaqlı üçbucaq ayırıb, yəni ABH və BHC düzbucaqlı üçbucaqlarına. Bu üçbucaqla xarici çəkilmiş çevrələr ABH-ın xarici çəkilmiş çevrə mərkəzi O1-ə düşür, BHC-nin də xarici çəkilmiş çevrə mərkəzi O2-yə düşür. Çünki bunlar düzbucaqlı üçbucaq olduğuna hipotenuz çevrənin diametri olur. Və deyir ki, bu çevrə mərkəzlər arası məsafəni tapın. Yəni bizdən O1 O2 məsafəsini istəyir. O1 O2 məsafəsi də orta xətt olduğundan AC-nin olacaq yarısı. Yəni 17-nin yarısı O1 O2 məsafəsi bərabərdir 6,5-ə. Daha doğrusu 8,5. Olacaq 8,5. Baxaq 54-cü suala. 54-cü sualda ABC deməli bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağı çəkək. Bərabər tərəfli üçbucaqda ABC verilib orta perpendikulyarlar. Orta perpendikulyarlarını çəkək. Deməli, bunlar orta perpendikulyardır. Bura bir K nöqtəsi, KM perpendikulyardır BC-yə, KM perpendikulyardır AC və KP. Bu da müəyyən bir bucaq yaradıb. Onda 3-cü orta perpendikulyarda çəkək. Bu da 90. Burada bir KL yazaq. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda orta perpendikulyarlar hamısı bir-birinə bərabər olur. KM bərabərdir KM-ə, o da bərabərdir KL-ə. Və deyir ki, K nöqtəsi medianların kəsişmə nöqtəsidir. Biz baxaq üçbucaq PLK-ya. PLK-da verib ki, sinus APK 0,7-yə bərabər.
Sinüs APK-ya bura bir alfa yazsaq, onda sinüs alfa bərabər qarşıdakı katet, yəni LK-nın bitişik demək qarşıdakı katetin hipotenuzu, yəni PK-ya nisbəti bərabərdə 10-da 7-yə. Buradan alırıq ki, LK-mız bizim olacaq 7K, PK-mız olacaq 10K. Eyni zamanda burada 7K da orta perpendikulyar bərabər olan burada 7K-dır. Və bizə şərt verib ki, KN, yəni 7K, üstə gəlsin KN 7K, üstə gəlsin PK, yəni 10K, bərabərdə 48-ə. Buradan K bərabər olur 2-yə. Aha. İndi deyək ki, bu üçbucağın xaricin çəkmiş çevrələrinin radisini tapın. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda bu medianı tam çəksək, medianların kəsişmə nöqtəsindən 2K olan hissəsi, yəni 2 nisbət olan BK-sı böyük yerə bərabərdir. KM-i də kiçik yerə bərabərdir. Onda BK böyük yerdir. Medianların kəsişmə nöqtəsi olduğundan 7K, onda BK olacaq 14K. Birini 2 nisbət böldüyündən. O da eləyəcək 28. Bu da üçbucağın xaricin çəkmiş çevrənin radisi oldu. Baxıram 56-cı suala. Deyir düzbucaqlı üçbucağın iki bucaqlarından birinin tangensiyası 0,75, perimetr 24 olarsa, onun daxilində çəkmiş çevrənin radisini tapın, kiçik yer istəyir. Tangens alfamız nəyə bərabərdir? Tan alfa bərabər qarşıdakı katetin, yəni BC-nin bitişik katetin nisbəti AB-yə nisbəti bərabərdirsə 4-də 3-ə. Onda BC 3K olur, AB 4K olur. Onda Pifagora görə AC'də 5K olur. Perimetr 24 isə 4K plus 3K plus 5K bərabərdir 24-də. Buradan da deməli 12K bərabərdir 24-də, K bərabərdir 2-yə. K2-dirsə bizdən daxilini çəkmiş çevrənin radisini istəyir, bərabərdir. A üstə gəl B çıx C bölü 2. A-mız 4K, üstə gəl digər katetimiz 3K, çıx hipotenuzumuz 5K bölü 2. Bu da eləyəcək 7K çıx 5K, 2K. 2K-nı da 2-yə bölündə K. K-mız dirək 2 tapmışıq. Bərabərli 2-yə. Baxıram 57-ci soru. Deyir ki, ABC üçbucağında AC 6 kök 2, bucaq C 80 və bucaq A 55 olarsa, onun xaricini çəkmiş çevrənin radisini tapın. 55, 80, təpə bucağı qalacaq 45 dərəcə. Onda A-nın sinüs alfaya nisbəti bərabər 2 üstünə istifadə eləsək. A-mız 6 kök 2-dir. Sinüs alfamızı sinüs 45 bərabər 2 vur R-mizə. Buradan da 6 kök 2 böl 2 bərabər 2 yerə. Buradan da R bərabər olur 6-ya. Aha, R olur 6. Bu qədər. Baxıram 59-cu suala. Bərabər yanlış qısan daxilində çəkmək çevrə mərkəzi 10 oturacaq eni düşündürü 10 və 8 hissələrə bölür. Bura O-dur. Deməli, onda BO olacaq 10. O, burada bir K yazaq. OK da olacaq 8. Aha, OK 8-dir. OK 8-dirsə, bir dənə belə çəksəm, bu da radis olur. Deməli, bu da 8-dir. Və BO da 10. BO da 10. Onda burada bir H desək. BOH üçbucağında BO 10, OH 8, onda BH da olacaq 6. Eyni zamanda BH, burada bir el yazaq. BH bərabərdir B elə, çünki toxunanlar bir-birinə bərabər olur. Burada 6 olur. Və eyni zamanda bura 6, bura A ilə də bir A desək, onda AK da bir A olur. Və baxıram, deməli, baxırıq A, BK düzbucaqlı üçbucağında, APK düzbucaqlı üçbucağında A plus 6-nın kvadratı bərabərdir A-nın kvadratı üstə gəl 18-in kvadratına. Buradan da A-nı tapsaq, A-mız olacaq. Buradan da kvadrat hissəsi A kvadratı, deməli, A-nın kvadratı üstə gəl 12A üstə gəl 36 bərabərdir A kvadratı üstə gəl 324-də. A kvadratları gedir 12A bərabərdir 324-dən 36 çıxsaq 8, 8, 2. 288, A-nı da 208, 12-yə bölsək 2 dəfə 24 düşür. A-mız oldu 24. Bizə deyir ki, üçbucağın perimetrini hesablayın. A-mız da 24 olduğuna görə 24 və burada 24. Eyni zamanda burada 24 bərabər yanlı olduğuna görə onda bu tərəfdə 24 olur. Yəni KC 24 olur. Və perimetri P bərabərdir. Yan tərəfi 30, digər yan tərəfi də 30.
Oturacağı da 48. Olacaq 108. Baxıram 60-cı sual. ABC üçbucağında A, CB bucağı, ACB bucağı, onda bura C olur. A, CB bucağı 90 dərəcədə və daxil çəkmiş çevrənin açısı R-imiz 2-dir. BC-miz 8 olarsa, üçbucağın xarici çəkmiş çevrənin açısı R bərabər sual. Bura C yazıram, burada 1A yazıram. Deməli, A-nın kvadratı üstəgəl 8-in kvadratı bərabərdir C kvadratına və digər tərəfdən R bərabərdir A üstəgəl B minus C bölü 2-yə. R-imiz 2-dir deyə 2 bərabərdir A üstəgəl B çıx C bölü 2-yə. A üstəgəl B çıx C bərabər 4-ə. Deməli, B-mizin yerinə 8 durur, onda A minus C bərabərdir mənfi 4, onda C minus A bərabərdir 4. C minus A-nı tapdıq 4. C minus A-nı tapdıq 4. Eyni qaydada A kvadratı çıx C kvadratı bu şəkildə yazaq da. C-nin kvadratı çıx A kvadrat bərabərdir 64-ə. Buradan C çıx A, C plus A bərabərdir 64-ə. C çıxanı yenə 4 yazsaq. 4 vurulsun C plus A bərabərdir 64-ə. C plus A bərabər olur 16-ya. C plus A-nı da 16 tapdıq. Gətirək burada yazaq. Deməli, C minus A-mız bizim 4 tapmışdıq və C plus A da 16. Bunları da alt-alta toplasaq 2C bərabərdir 20-yə, C də bərabərdir 10-a. Hipotenuzu tapdıq 10. Onda xarici çəkimi çevrənin radiusu hipotenuzun yarısına, yəni 5-ə bərabər olacaq.